10 manat ayakkabılar koymuşum ama keyfimiz de ki kök. Keyfimiz de çök. Olabilir zarar olsun ama ki problem yok. Olan bir şey. Bak. Altına bakın karşıma hansı modellerdi. Ben kaldırdım. Sen bende kaldırırsın. Danış oralardan danış. Buna bak. Hamısı 10 manata. Bakın görün hansıdır. Vallahi da billah da deyirəm. Yəni kişi kimi de deyirəm ki, bu mallar yaxşı mallardır. Birdən bəzi indi adamlar olan şübhə ilə yanaşır. Real bir şeydir. Yəni həqiqətdən bir şeydir ki, məsəl üçün kimsə şübhə eləsin ki, bu ayaq iyləndirəndən olar və yaxud da nə bilim 10 manatlıq şeyin nə olacaq? Belə bir şey sual ola bilər. Amma apardın, xoşun gəlmədi. Nə bilim ayağımı iyləndirdi, nə bilim neynədi? Gətir qaytar. Bu modelə bir dənə diqqətlə baxın, misal üçün deyim, bax nə qədərdir. Bütün hamısı meşoxlar, hamısını 10 manata qoymuşum. Bunlar, üzr istəyirəm, bir dənə göstərim bax. Bunları mən indi 10 manata qoymuşam, hörmətsiz qiymətə qoymuşam, indi belə çıxır da deyirsiniz. Amma bunlar bahalı maldır. Vallahi da billah da bunun elə kargosu 11-12 manatdır. Təkcə bax kargosu, Azərbaycana girişi. Sadəcə gündən maldır. Məndə bunlardan mən vuram misal üçün 30 tır, 20 tır. Hə satıram, xeyrin götürmüşəm. Bax 23 manata da satdığım vaxt olub, 25-ə satdığım vaxt olub. Və belə bu korobka Hermes. İndi onu şübhə eləyə bilərsiniz ki, parçalar misal üçün var ki, qıraq yerlərdə bəlkə də 15 manata da var. Amma onun altlığına fikir verin, onu sübutla deyirəm. Bir də var ki, bu modellər, bunu fakta belə bu dəqiqə bütün gündəmdə var da, 45 manat dərəcədə. 15 manata qoymuşam. Yaxşı, indi onu deyək ki, İlyas bastı bağladı. Və yaxşı bunu, və yaxşı bu boyda cəmaatın yanında çəkdiyim, deyirsəniz ki, alladırsan qaqaşın əvindən. Hamısı maşallah sonra var, şkaf kimi adamlardır. Yalan desəm elə burada adamın çənəsinə birini geyindirərlər də, yəni. Bax, 10 manata, hə. Faktla, sübutla, 10 manata, bu yəni Allah bunu 25-dən də qoyub, burada semşika kimi sataram da mən. Xidmətinizdəyəm. Hər bir kəsə ekspresdə gözləyirik. Sağ olun.